Vladimir Nabokov, Lujin müdafiəsi. Roman. Mən ingiliscə düşünürəm. Ürəyim rusca döyünür. Qulaqlarım fransızca eşidir. Lujin müdafiəsi romanı dünyanın ən qədim oyunlarından sayılan və Nabokovun özünün də əla bacardığı şahmat haqqındadır. Romandakı impressionizm çalarları, rəngin zənginliyi, metaforasıqlığı yazıcının bu əsərini də dünya inciləri ilə bir sıraya qoyur. Oyun ehtirası romanın emosional fəlsəfi poetikasına rəng qatır, onu oxucu üçün daha da maraqlıdır. Birinci hissə. Onu ən çox heyrətləndirən o oldu ki, bazar ertəsindən etibarən Lujin deyə çağırılacaqdı. Atası, əsl Lujin, böyük Lujin və kitablar müəllifi Lujin. Onun otağından gülə-gülə çıxıb, gecələr rəngsiz ingilis kremi çəkdiyi əllərini ovuşdura-ovuşdura, özünün asta yerişi ilə yataq otağına qayıtdı. Arvadı yatağında uzanmışdı. Azacıq dikələrək soruşdu. Hə, nə oldu, necədir? Lujin boz xalatını əynindən çıxararaq dedi. Sovuşdu, sakit qəbul etdi. Of, elə bil üstümdən dağ götürüldü. Nə yaxşı oldu? Arvadı ipək adyalı yavaş-yavaş üstünə çəkərək dedi. Şükür Allaha, şükür Allaha. Bu doğrudan da yüngüllük idi. Bağda keçirdikləri və yalnız 3 qoxudan, yasəmən, biçilmiş ot və quru yarpaq qoxusundan ibarət, güllə kimi ötüb keçən bütün yayı onlar bunu ona nə vaxt və necə deyəcəklərini müzakirə etmişdilər. Və hər dəfədə təxirə sala-sala avqustun sonuna gəlib çıxmışdılar. Elə hey onun ətrafında fırlanaraq ehtiyatla çevrəni daraltmağa çalışırdılar. Ancaq o başını qaldıran kimi atası saxta maraqla əqrəbi həmişə fırtınanı göstərən barometrin şüşəsini döyəcləyər, ana isə bütün qapıları açıq qoyaraq evin iç otaqlarında gözdən itərdi və həmişə uzun, yöndəmsiz zəng çiçəyi buketini royalın üstündə unudardı. Monte Cristo'nu ona ucudan oxuyan və yalnız yazıq Dantes demək üçün fasilə verən kök fransız qadın bu məsələni oğlana çatdırmağı öz üzərinə götürmək istəmişdi. Özünün də hədsiz dərəcədə qorxmasına baxmayaraq fikrini oğlanın valideynlərinə də bildirmişdi. Yazıq biçarə Dantes uşaqda rəğbət oyatmazdı və qadının məqsədli ah-uflarını dinləyərək yalnız gözlərini qıyar və onu daha eybəcər hala salmaq üçün pozanla vatman kağızına əzab verərdi. Çox-çox illər sonra bir çox məsələlərə aydınlıq gəldikcə və məsələlərin incəlikləri üzə çıxdıqca o, eyvandakı bağın səs-küyü altında üzən bu qoxuları bihuş edici heyranlıqla yadına salardı. Xatirələrinə bol günəş və biyan çöplərini şirin, mürəkkəb tamı verən dadı hubbuşdu. Qadın bu biyan çöplərini qatlama bıçaqla xırdalayar və onu mütləq dilin altında saxlamaq olduğuna inandırmağa çalışırdı. Onun xatirələrində həm qadının kök yalnızına batırmaq üçün bir dəfə kreslonun həsr oturacağına qoyduğu basma düymə, həm günəş, həm bağın səs-küyü, həm də onun sıyrılmış dizi üstündə oturub ləzzətlə özünün yaqut rəngli qarnını şişirən ağcaqanad eyni dərəcədə qiymətli idi. 10 yaşlı oğlan uşağı öz dizlərini çox yaxşı, ən incə xırdalıqlarına kimi tanıyır. Qanı çıxıncaya qədər qaşınmış qabar, qaralmış dəridə dırnaqların ağ izi, qum dənələrinin, daşların, iti uclu çubuqların möhür izləri. Ağcaqanad zərbədən yayınaraq uçub gedir, fransız qadın qurcuqmamağı tələb edir. O, qeyzlənərək əyri dişlərini qıcıyır. Bu dişləri paytaxtdan olan dantist platin məftillə bir-birinə bərkitmişdi. Lujin qıvırcıq saçlı başını aşağı əyərək, ağcaqanad dişləyən yeri əlinin içi ilə qaşıyır və bu ara qadın yavaş-yavaş, getdikcə artan dəhşətlə açıq rəsm dəftərinə tərəf boylanaraq oradakı misli görünməmiş karikaturaya baxırdı. Yox, yaxşısı budur, özüm ona deyim. Böyük Lujin fransız qadının təklifinə inamsızlıqla cavab verdi. Biraz keçsin, sonra deyərəm. Qoy o hələ ki rahatca imlasını yazsın. Bu yalandır ki, teatrda loja yoxdur. O sinifdə aramla gəlişərək diktə edirdi. Bu yalandır ki, teatrda loja yoxdur.
və oğlu az qala masanın üstünə uzanıb metal dişlərini qıcıyaraq sadəcə olaraq loja və yalan sözlərinin yerini boş buraxırdı. Hesab dərsi bundan yaxşı idi. Böyük çətinliklə əldə olunan rəqəm bir göz qırpımında xeyli macəradan sonra qalıqsız 19-a bölünürdü və bunda xüsusi ləzzət var idi. Böyük Lujin qorxurdu ki, oğlu Truver və Sineusun, ha belə əsas rus çaylarının adı verilmiş, tamamilə solğun söz cədvəlinin nəyə lazım olduğunu biləndə, onunla 2 il bundan əvvəl cırıldayan pilləkənlərin, aparılan sandıqların ağırlığından şaqqıldayan döşəmə taxtalarının üstü ilə asta və ağır addımlarla bütün evi canlandıran fransız qadınının gəlişi zamanı baş verən hadisə təkrar olunur. Amma bunların heç biri baş vermədi. O, sakitcə qulaq asırdı və atası ən mülayim, ən xoş ifadələrdən istifadə etməyə çalışırdı. Söz arası onu artıq yaşlı adam kimi soyadı ilə çağıracaqlarını deyəndə, oğlu qızardı. Gözlərini açıb yumdu. Ağzını açıb başını bulayaraq üzünü yastığa tutdu. Elə qurcuxma. Atası onun pərt olduğunu görüb, ağlayacağından ehtiyat edərək mülayimcəsinə dedi. Ağlamadı. Əvəzində qəribə tərzdə qaşqabağını töküb, üzünü yastıqda gizlətdi və birdən cəld yerindən dikələrək, saçları pırtlaşmışdı, qızarmış gözləri parıldayırdı. Tez-tez danışa-danışa soruşdu ki, onu evdə dəmi Lujin deyə çağıracaqlar. İndi buludlu və gərgin bir gündə stansiyaya gedərkən faytonda arvadı və onunla yanaşı oturmuş böyük Lujin oğlunun inadla kənara çevrilmiş üzünə sarı baxırdı. Ata, oğlu üzünü çevirəcəyi andaca gülümsünməyə hazır idi. O, yalnız indi başa düşürdü ki, niyə o birdən arvadı demiş, belə möhkəm olub. Oğlu ön oturacaqda qonur Lodenə bölünmüşdü. Başındakı matros şapkasını səpəki qoymuşdu. Ancaq indi onun şapkasını heç kəs düzəltməyə cürət etmirdi. Üzünü kənara çevirib, üstü yarpaqla dolu, kanal boyu bitmiş toz ağacların yoğun gövdəsini seyr edirdi. Körpüyə dönən yolda birdən külək qalxdı və şlyapasının boz quş qanadlarında zərif su damlalar parıldayan anası oğlundan "Sənə soyuq deyil ki?" deyə soruşdu. "Soyuqdur." Oğlu çaya baxa-baxa dedi. Ana zümzüməni xatırladan səslə onun plaşına tərəf əyilmək istəyirdi ki, oğlunun gözlərinin ifadəsini görüb əlini çəkdi və yalnız barmaqlarını havada yelləyib "Bürün, yaxşı-yaxşı bürün" dedi. Oğlu tərpənmədi. Ana ağzına yapışmış duvaq qopsun deyə dodaqlarını uzadıb, bu onun göz səyirməsi kimi adət etdiyi hərəkət idi. Ərinə baxdı. Baxışları ilə məsələyə qarışmasını xahiş etdi. Lujin, o süni təbəssümlə dedi. Ey Lujin! Və şalın altından ayağı ilə yüngülcə oğluna toxundu. Lujin ayaqlarını kənara çəkdi. Üstü aləlvan, mamırla örtülmüş komalar, üstündəki yassının yarısı qopmuş, tanış köhnə dirək, mancanaq, vedrə, qapa palçıq, ağappaq ayaqları olan qadın. Kənddən sonra yavaş-yavaş dağa qalxmağa başladılar. Arxada, aşağıda içərisində bir-birindən zəhləsi gedən fransız qadınla təsərrüfat müdirəsi yan-yana oturmuş ikinci fayton göründü. Faytonçu muşqurdu. Atlar yenə löhrəm yerişə keçdilər. Kövşənliyin üstündəki göm-göy səmada bir qarğa uçurdu. Stansiya malikanədən 2 vers kənarda hamar və səsküylü küknar meşəsinin içərisindən keçən yolu Peterburq şosesi ilə kəsişdiyi, sonra isə reyslərin üstü şlagbaumun altı ilə lap uzaqlara üst tutduğu yerdə idi. İstəyirsən marionetlərlə oyna. Oğlu faytondan yerə tullanıb Lodenin sürtdüyü boynunu ora-bura oynadaraq gözlərini yerə dikərkən böyük Lujin yaltaq-yaltaq dedi. Oğul sakitcə ona uzanmış 2 şahlığı aldı. İkinci faytondan fransız qadınla təsərrüfat müdiri mıqqıltı ilə düşdülər. Biri sağ tərəfə, o biri isə sol tərəfə. Atası əlcəklərini çıxarırdı. Anası duvağı kənarlaşdırıb şalları yığışdıran iri sinəli yük daşıyana göz qoyurdu. Külək qalxdı. Atların yalmanını qaldırdı. Faytonçunun moruq rəngli paltarının qolunu şişirtdi.
Lujin platformada qoyulmuş şüşə qutunun yanındakı yalın, asma ayaqlarının üstündə dayanaraq içərisinə atılan xırda pulların təmasından canlanıb fırlanmağa başlayan 5 kuklaya yaxınlaşdı. Ancaq avtomat kuklalar xarab idi və onun atdığı pul boşuna xərclənmiş oldu. Lujin bir qədər gözlədi. Sonra çevrilərək platformanın qırağına yaxınlaşdı. Sağ tərəfdə, nəhəng tayların üzərində bir qız oturub yaşıl alma yeyirdi. Sol tərəfdə əyninə dəri qunc giymiş, əlcəkli, əlində qamçı tutmuş kişi uzaqlara. Bir neçə dəqiqədən sonra qatarın gəlib çıxacağını bildirən ağ tüstünün qalxdığı meşənin qırağına baxırdı. İrəlidə relslərin üzərində yerə batmış və indi daimi insan məskəninə çevrilmiş 2-ci dərəcəli sarı, təkərsiz vaqonun yanında mujik odun doğrayırdı. Birdən göz yaşları bütün bunları görünməz etdi. Yanaqlarını yandırdı. İndi baş verəcək hadisəyə dözmək mümkün değildi. Əlində yelpiyi xatırladan biletlər, gözləri ilə çamadanlarını sayan anası, yaxınlaşan qatar, minib düşmək daha rahat olsun deyə vaqon meydancasına pilləkən qoyan yük daşıyan. O ətrafa boylandı. Qız alma yeməkdə davam edirdi. Əynində dəri qunc olan adam yenə də uzaqlara baxırdı. Hər şey sakit idi. O, gəzə-gəzə gəlib, platformanın sonuna çatdı və birdən sürətlə pilləkənləri enməyə başladı. Burada get-gəldən döyəc olmuş cığır, stansiya rəisinin bağı, hasar, doqqaz, küknar ağacı vardı. Biraz aralıda dərə və onun arxasınca sıx meşə başlayırdı. Əvvəlcə o düz meşənin içi ilə ayı döşəklərini şapıldada qırmızımtıl inci çiçəyi yarpaqlarının üstü ilə sürüşə-sürüşə qaçırdı. Başından sürüşmüş papağını yalnız onun rezini saxlayırdı. Artıq qalın yun corablarında dizləri istidən yanırdı. Qaça-qaça da ağlayır, alnına budaqlar toxunanda uşaq kimi kəkələyə-kəkələyə söyürdü. Nəhayət dayandı. Təngnəfəs çömbətmə elə oturdu ki, Lodiyanın ayaqlarını örtsün. Atasının ona dediyi dəyişikliyin bütün dəhşətlərini yalnız bugün, kənddən şəhərə köçdüyü gün, qapı pəncərəsi daim açıq olduğundan malikanənin otaqlarının buz kimi sərin vaxtında, heç yerə getməyən bağbana bu qədər paxıllıq etdiyi bir gündə başa düşdü. Əvvəllər payızda şəhərə qayıtdığı anlar ona ömrünün ən xoşbəxt anları kimi gəldi. Fransız qadınla gündəlik səhər gəzintisi, həmişə eyni küçələrlə, Neva prospekti, sahil küçələrlə geriyə, evə qayıtması bir daha təkrar olunmayacaq. Bəxtəvər gəzinti. Bəzən gəzintini sahil küçəsindən başlamağı təklif edərdilər. Ancaq o həmişə imtina edərdi. Ona görə yox ki, o uşaqlıqdan vərdiş etdiyi şeydən imtina etməyi sevməzdi. Ona görə ki, Petropavlovsk toplarının qulaq batıran, evlərinin pəncərəsini titrədən, göy gürültüsünə bənzər ağır səsindən dəhşətli dərəcədə qorxurdu. Və həmişə elə edərdi ki, müxtəlif yollarla saat 12-də Nevski prospektində topdan uzaqda olsun. Əgər gəzintinin qrafikində azacıq dəyişiklik olsaydı, onda top atəşinin səsi onun düz sarayın yanında haqlardı. Səhər yeməyindən sonra divanda, üzərində pələng şəkli olan adyalın altında uzanaraq xəyala dalar, düz saat 2-də isə südə əvəz olunmaz dad verən gümüş fincanda süd içərdi. Saat 3 tamamda isə açıq landoda sürüşmə sona yetərdi. Bütün bunların əvəzində isə yeniliyi və mübhəmliyi ilə zəhlə tökən nəsnə. Hər gün dalbadal 5 dərs və yaxınlarda, iyul günlərinin birində, körpünün üstündə onu araya alaraq, dəmir tapançalarını tuşlayıb, qəssən ucuqları çıxarılmış taxta güllələrlə ona atəş açan uşaqlardan da dəhşətli bir topu oğlan uşağının olduğu acı, anlaşılmaz dünya. Meşə sakit və nəm idi. O doyunca ağladı. Əsəbi halda bığlarını oynadan böcəklə oynadı və sonra uzun-uzadı daşla onu əzdi və böcəyə vurulan ilk zərbədən çıxan səsi bir də eşitməyə çalışdı. Bir qədər keçmiş hiss etdi ki, hava soyuqlaşıb. Onda o ayağa qalxdı. Tanış cığırı tapıb, köklərə ilişə-ilişə evə qayıtmaq və ambarda gizlənib, buradakı mürəbbə və pendirlə qidalanaraq elə buradaca qışlamaq kimi dumanlı və acıqlı fikirlə qaçmağa başladı.
10 dəqiqədən sonra meşənin içində ora-bura burulan cığır nəhayət onu çaya çıxardı. Sifəti yağışdan islanmışdı. Daha 5 dəqiqədən sonra taxta şalban zavodu göründü. O, divarın dibi ilə oğrun-oğrun irəlilədi. Qonaq otağının pəncərəsinin açıq olduğunu gördü. Novun yanından yaşıl, rəngi soluxmuş karnizə pəncərədən içəri düşdü. O, qonaq otağında dayanıb ətrafı dinşədi. Babasının, anasının, atasının daguerreotipi, qara Beckenbard, əlində skripka, düz onun gözlərinin içinə baxırdı. Ancaq o portretə yandan baxan kimi bu baxışlar itdi, şüşədə əriyib yox oldu. Bu qəmli əyləncəni o, qonaq otağına girərkən heç vaxt əldən buraxmazdı. Bir qədər düşünüb, üst dodağını oynatdı. Bu hərəkətindən platin məftillə bağlanmış dişləri sərbəstcə aşağı-yuxarı hərəkət etdi. Ehtiyatla qapını açdı, sahibləri gedəndən sonra həddindən artıq tələskənliklə evdə məskunlaşmış, cingirtili əks-sədadan tükləri ürpəşə-ürpəşə dəhlizə, oradan da pilləkənlə çardağa qaçdı. Çardaq çox gözəl idi. Pəncərəsi vardı. Bu pəncərədən aşağıdakı pilləkənlərə, onun əyilərək dumanda itən qəhvəyi sürahilərinə baxmaq olardı. Evdə tam sakitlik hökm sürürdü. Az keçmiş, aşağıdan atasının kabinetindən boğuq telefon zəngi eşidildi. Fasilələrlə çalınan zəng kifayət qədər uzun çəkdi. Sonra yenə sükut çökdü. O, qutunun üstündə özünə yer elədi. Qutunun yanında ona oxşar başqa bir qutu da var idi. Açıqdı. İçərisinə kitablar yığılmışdı. Küncdə, baş tərəfdə divara sökədilmiş, yonulmamış taxta ilə iri çamadanın arasında arxa oturacağına yaşıl tor zəmbil bağlanmış qadın velosipedi qoyulmuşdu. Bir neçə dəqiqədən sonra boğazı flanellə bağlandığından bayıra çıxa bilməyən Lujin darıxmağa başladı. O, qutudakı üstünü boz toz basmış kitablara toxundu. Onların üzərində əllərinin qara izləri qaldı. Burada kitabdan başqa üstündə bir lələk olan volan, böyük fotoşəkil, hərbi orkestr, satlamış şahmat taxtası və başqa xırda para şeylər var idi. Bir saat belə keçdi. O birdən hayküy, əsas giriş qapısının ulartıya bənzər səsini eşitdi və ehtiyatla pəncərədən boylanıb, aşağıda ayaqlarını aralı ata-ata uşaq kimi pilləkənlərlə qaçaraq, kandara çatmamış yenidən geriyə qayıdan atasını gördü. Aşağıda bufet qulluqçusunun, faytonçunun, qarovulçunun səslərini eşitdi. Bir dəqiqədən sonra pilləkən yenidən canlandı. Bu dəfə tumanının balağını əli ilə tutmuş anasını gördü. Ancaq o da axıra kimi gəlib çıxmadı. Sürahinin üstündən əyilib baxdı. Sonra əllərini yana açaraq cəld aşağı düşdü. Nəhayət bir dəqiqə də keçdi və onlar birlikdə yuxarı qalxdılar. Atasının dazlaşmış başı parıldayırdı. Anasının şlyapasındakı tüklər bol sülü göldəki ördək kimi yırğalanırdı. Bufetçinin şal bobriki atılıb düşürdü. Dəqiqə başı sürahidən əyilib baxan faytonçu, qarovulçu və nə üçünsə burada peyda olmuş satan Akulina, bir də gələcək dəhşətlərin banisi dəyirmanda işləyən qarasaqqal kişi yuxarı qalxırdı. Ən güclü adam kimi onu çardaqdan faytona məhz o apardı.